İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. İran Yazıçılar Assosiasiyası bildirib ki, hökumət Bəndər Abbasdakı partlayışdan sonra aydın hesabatdan və məsuliyyətdən yayınmaq üçün hadisə sözündən istifadə edir. Fövqəladə Hallar İdarəsinin rəisi Mehirdad Həsənzadənin sözlərinə görə 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Bildirilib ki, yanğın söndürmə işləri yekunlaşıb. Yanğın barədə İran Yazıçılar Assosiasiyası bəyanatında bildirilib. Fəlakətlərə səbəb olan və ya onları daha da ağırlaşdıran hakimiyyət indi hadisə sözünün arxasında gizlənməyə çalışır. İran rejimi şəffaf məlumat vermək və ictimai narahatlıqlara cavab vermək vəzifəsindən yayınır. Həmçinin İran Yazıçılar Assosiasiyası ictimai matəmin onlarla cavabsız sualı ilə bağlı olduğunu bildirib və mediada yayılmış şəkilləri və ziddiyyətli rəsmi xəbərləri tənqid edir.